Salam olsun herkese. Xırdapara işlərdən part 1. Belə deyim, bizim bu frez makinasının qoludur. Bu stopudur. Bundan elə bir aşağı yenən başlığı bu stopudur. Bunu sıxırsan, bu başlıq aşağı yemir ya da lazım olan yerdə bunu saxlayırsan, dayanır. Örtünün qaçırtmasın deyə stopdur da belə deyim, torumuz. Bunun bu qolu bıçaqdır da, belə sıxırsan qaytarırsan. Bunun bıçaq buraxırdı. Baxdıq ki, burada şilist var. Buradakı şilist gedib. Bunu bir neçə variantla düzəltmək istəyirdik. Sadəcə öz şilistin yerində, orijinallığının yerində saxlamaqdan ötürü biz bunu özün bərpa eləmək istədik. Bunu bərpa eləməkdən ötürü bunun içinə gərək şilist vuraq. O da ancaq şilisti vtulka salmaq qərarına gəldik. Belə ki, televizyonda öz makinamızı deyirik. Bir dənəsini kəsdik. Bu tam oturan qaydadır. Gördüyünüz kimi oturur və növbəti etap bunun dairəsini kəsib, bunun içini biraz boşaldıb, bunun içinə pərçimləyəcək onu və bu özünü istifadə eləyəcək. Bu tapılmır. Var satışdan bu şilisti yoxdur maalesef. Ona görə də biz makinanın orijinallığını qorumaqdan ötürü belə bir variantı əl atdıq. Belə dostlar, növbəti videoda görüşənə qədər hələlik. Deməli, bu video çəkmişdim, bu ikinci hissədir. Dəyişdik, belə elədik. Tam vtulka hissə, vtulka düzəltdik buna. Belə ki, buranı genişləndirib boydan boya vtulka çalacaq. Çünki bu oturan hissədə burada biraz düzlük var. Belə deyim də düzlük. Bu da bunun içində biraz kip oturmalıdır ki, burada bu belə deyim, qol, ruçka kip dursun. Boş duranda burada laxlamasın. Yoxsa bir aşağı yuxarı, sağa sola laxlayacaq. Ona görə biz bunu belə deyim, tam yoğunluq ki, bunun içinə boşaldıb boydan boya bunun içinə bunu presləyəcəyik. Presləyəndən sonra bircə tərəfindən də balaca bir şey deşib, rezbatıb ondan çıxacaq ki, az da olmasa bu güzgü olur, içində fırlamasın. Belə bir hallıdır bu. Burası gördüyünüz ki, boşdur. Belə keçir. Buna və tamamlayır buranı. Dişlər tamamlayır. Gördüyünüz ki, kip alınır. Belə. İndi növbəti etap. Bunun içini yonup, bunu presləyəcək bunu. Deməli, bu da üçüncü hissə. Detallı biz bağladıq bizim CNC dəzgahına. Burada məqsəd yenə dediyim kimi öz orijinallığını saxlamaqda, başqa variantlar da eləmiyorlardı. Mesela bu öz işlətdiyimiz dəzgahdır deyə hər şey yerində olmağa yaxşı olardı. İçini yonduq, çıxartdıq bu vtulkanın çölünə görə. Biraz kip elədik ki, bura pərçimlənəndə orada dursun. Ağızlayır belə. Yəni götürür. Məncənədə və ya nədəsə presləsə rahat preslənəcək. Çox kip eləyəndə də yığıla bilər. Sonra da bu erkəyə keçməyə bilər. Ona görə bu qaydasındadır bu ölçüləri. Belə presləyib ondan sonra digər işlərimizi görəcəyik. Belə dostlar, yığdıq, yerinə hazır elədik. Buradan bir tərəfindən bir dənə belə balaca xırda bez başlıq harca M3
diametrindən bunu bir-birinə sıxdıq ki, bu daima belə naqviska altında olur ki, buraxmasın. Lazım olanda da çəkib belə vəziyyəti dəyişmək olur. Amma əsas palagenin bizdə bu yanı işləyir. Bu dediyim kimi stopdur. Bunu gedib gəlməyən saxlayır. Bunu sıxdıqca bunu sabitləyir. Yəni ölçü verildi buradan. Bunu sabitləyir. Lazım oldu atırıq, geri qaytarırıq. Təzədən yeni sıxırıq. Belə dostlar, izləmədə qalın. Növbəti videoda görüşənə qədər.